Salam əziz bina sağlığınızda maşın sürən dostlar, tanışlar və məni izləyənlər. Zəhmət olmasa bax bu şəkildə diqqətən baxın. Deməli əziz dostlar, birincisi növbədə çalışaq ki, yol hərəkət qaydalarına riayət eləyək ki, cərimələr gəlməsin. Bu bizim borcumuzdur. Həm də bu mənim borcumdur ki, bunu çəkib sizlər üçün paylaşmağa. Gördüyünüz kimi Ülvi inşaatın yanında çəkilib, Ocaq supermarketin yanında. Biz əvvəla həmişə orada maşını döndərib gedirdik, indi isə ora xətt çəkilib. Binənin mərkəzinə ta Sağxuzun sun dayanacağına kimi, 160-ın sun dayanacağına kimi olan bütün xətt və yol nişanlarına diqqət eləyin. Çünki deyirsiniz ki, əgər burada aha kamera yoxdur, dönən kimi sizi çəkəcəklər. Kamerada çəkməsə də sizi çəkəcəklər. Yəni o yüzden də çalışın bardyorların üstünə maşını çıxartmayın və yol hərəkət nişanlarına riayət edin. İndi kameradan çox, yəni çəkib paylaşanlar var, çəkib göndərənlər var. Yəni ona görə də bu kimi şeylərə diqqət edin. Bizə lazımdır. Deyək ki, 1 manata Safxuzdan Kuruqluya adam aparırıq, müştəri aparırsınız, 50 manat ziyana gedəsiniz. Adam var deyək ki, oturmuşam evdə 60 manat mənə zərimə gəlib. Necə gəlib, nətər gəlib? Lazımı bir yerdən gəlib. Ona görə də əziz taksi şoferləri, sizin xəttinizi çox istəyirəm həqiqətən. Siz də mənim kimi bir kasıb adamsınız. Yəni çalışın, bu videonu paylaşın, bilsinlər. Hamı qoyub xəbərdarı olsun, statusda paylaşın, hər bir yerdə paylaşın, qoyub bilsinlər. Yol hərəkət nişanlarına riayət edin və bir də çalışın, bardyoranın üstündən maşını çıxartmayın. Yolun ortasında saxlayın, sizə cərimə düşməyəcək. Nə bilmək, kimisə qapının ağzından saxlayın, kimindənsə xahiş edin 5 dəqiqə, 10 dəqiqəlik problem olmaz. Ancaq bardyoranın üstündən çıxartmayın. Çıxardandan ki, biz sizi çəkəcəklər. Buna görə də ehtiyatlı olun. Öpürəm sizi, minnətdaram. Bu şəkildə mənə göndəriblər ki, bəs qardaş, bunu paylaş. Cəmaət xəbərdar olsun. Mən də paylaşırım. Təşəkkürlər, minnətdaram.